Bilirsiniz nəyimiz var odur. Əlbəttə ki, mən istəyərdim ki, bizim kadrların səviyyəsi daha da yüksək olsun. Mən vaxtilə Azərbaycanda işləyən devr və bir uzun devr mən Azərbaycan Respublikasını rəhbərlik etmişəm. Ən çox kadrların həm elmi, həm təcrübəvi, həm iqtisadi səviyyəsinin artmasına çalışmışam və xüsusən kadrların mədəniyyət nöqteyi nəzərindən, yəni mədəni səviyyəsinin artmasına çalışmışam. Mən istəmişəm ki, Azərbaycan Respublikasının kadrları müasir tələblərə uyğun adam olsunlar, intellektual səviyyəli adamlar olsunlar. Mən bu yolda çox çalışmışam və bugün də çalışıram, sabah da çalışacağım, ömrün axırına qədər də çalışacağım. Çünki mən öz xalqımı çox sevirəm və xalqımı həmişə səviyyəli görmək istəyirəm. Artıq biz umud edə bilərikmi, bizim konkret, perspektivli, gələcəyinə inamla baxa biləcəyimiz siyasətçilərimiz var? Bilirsiniz, siyasətçi çoxdur və indi son illərdə vəziyyət belə yaranıb ki, hər adam siyasətçi olmaq istəyir. Son illərin təcrübəsi siz bunu gördünüz. Bir var ki, həqiqi siyasətçi o adamdır ki, o siyasəti bilir, dünya siyasətini bilir, elmi bilir, yəni bu hüquq elmlərini bilir, siyasi elmləri bilir, dünya siyasətini təhlil etməyə imkanı var, həm tarixi, həm müasiri və beləliklə də siyasi fəaliyyət aparır. Amma indi son dövrdə elə bir Azərbaycanda deyil, bizim geçmiş Sovetlər İttifaqının başqa regionlarında da meydana elə adamlar çıxıblar ki, özlərini siyasətçi adlandırırlar, amma siyasət nə olduğunu bilmirlər. Mən isə istəyirəm ki, Azərbaycanda səriştəli, eyni zamanda mədəni səviyyəli, intellektual səviyyəli siyasətçilər olsun. Bilirsiniz, nəyimiz var odur. Əlbəttə ki, mən istəyərdim ki, bizim kadrların səviyyəsi daha da yüksək olsun. Mən vaxtilə Azərbaycanda işləyən devr və bir uzun devr mən Azərbaycan Respublikasını rəhbərlik etmişəm. Ən çox kadrların həm elmi, həm təcrübəvi, həm iqtisadi səviyyəsinin artmasına çalışmışam və xüsusən kadrların mədəniyyət nöqteyi nəzərindən, yəni mədəni səviyyəsinin artmasına çalışmışam. Mən istəmişəm ki, Azərbaycan Respublikasının kadrları müasir tələblərə uyğun adam olsunlar, intellektual səviyyəli adamlar olsunlar. Mən bu yolda çox çalışmışam və bugün də çalışıram, sabah da çalışacağım, ömrün axırına qədər də çalışacağım. Çünki mən öz xalqımı çox sevirəm və xalqımı həmişə səviyyəli görmək istəyirəm. Artıq biz umud edə bilərikmi, bizim konkret, perspektivli, gələcəyinə inamla baxa biləcəyimiz siyasətçilərimiz var? Bilirsiniz, siyasətçi çoxdur və indi son illərdə vəziyyət belə yaranıb ki, hər adam siyasətçi olmaq istəyir. Son illərin təcrübəsi siz bunu gördünüz. Bir var ki, həqiqi siyasətçi o adamdır ki, o siyasəti bilir, dünya siyasətini bilir, elmi bilir, yəni bu hüquq elmlərini bilir, siyasi elmləri bilir, dünya siyasətini təhlil etməyə imkanı var, həm tarixi, həm müasiri və beləliklə də siyasi fəaliyyət aparır. Amma indi son dövrdə elə bir Azərbaycanda deyil, bizim geçmiş Sovetlər İttifaqının başqa regionlarında da meydana elə adamlar çıxıblar ki, özlərini siyasətçi adlandırırlar, amma siyasət nə olduğunu bilmirlər. Mən isə istəyirəm ki, Azərbaycanda səriştəli, eyni zamanda mədəni səviyyəli, intellektual səviyyəli siyasətçilər olsun. Bilirsiniz, nəyimiz var odur. Əlbəttə ki, mən istəyərdim ki, bizim kadrların səviyyəsi daha da yüksək olsun. Mən vaxtilə Azərbaycanda işləyən devr və bir uzun devr mən Azərbaycan Respublikasını rəhbərlik etmişəm. Ən çox kadrların həm elmi, həm təcrübəvi, həm iqtisadi səviyyəsinin artmasına çalışmışam və xüsusən kadrların mədəniyyət nöqteyi nəzərindən, yəni mədəni səviyyəsinin artmasına çalışmışam. Mən istəmişəm ki, Azərbaycan Respublikasının kadrları müasir tələblərə uyğun adam olsunlar, intellektual səviyyəli adamlar olsunlar. Mən bu yolda çox çalışmışam və bugün də çalışıram, sabah da çalışacağım.
Ömrümün axırına kadar da çalışacağım. Çünkü ben öz xalqımı çok sevirəm ve xalqımı həmişə səviyyəli görmək istəyirəm. Artıq biz umud edə bilərikmi, bizim konkret perspektivli, gələcəyinə inamla baxa biləcəyimiz siyasətçilərimiz var. Bilirsiniz, siyasetçi çoktur. Ve indi son illerde vəziyyət belə yaranıb ki, her adam siyasetçi olmak istiyor. Son illerin tecrübesi siz bunu gördünüz. Bir var ki, həqiqi siyasetçi o adamdır ki, o siyaseti bilir, dünya siyasetini bilir, elmi bilir, yani bu hukuk elmlerini bilir, siyasi elmleri bilir. Dünya siyasetini təhlil etmeye imkanı var. Hem tarihi hem muasiri ve beləliklə də siyasi fəaliyyət aparır. Ama indi son devirdə elə bir Azərbaycanda değil, bizim geçmiş Sovetlər İttifaqının başka regionlarında da meydana el adamlar çıkıplar ki, özlerini siyasetçi adlandırırlar ama siyasetin olduğunu bilmirlər. Mən isə istəyirəm ki, Azərbaycanda səriştəli, eyni zamanda mədəni, səviyyəli, intellektual səviyyəli siyasetçiler olsun. Bilirsiniz, nəyimiz var odur. Elbette ki, ben istəyərdim ki, bizim kadroların səviyyəsi daha da yüksək olsun. Ben vaxtilə Azərbaycanda işləyən devr və bir uzun devr mən Azərbaycan Respublikasını rəhbərlik etmişəm. Ən çox kadrların həm elmi, həm təcrübəvi, həm iqtisadi səviyyəsinin artmasına çalışmışam və xüsusən kadrların mədəniyyət nöqteyi nəzərindən, yəni mədəni səviyyəsinin artmasına çalışmışam. Ben istəmişəm ki, Azərbaycan Respublikasının kadrları muasir tələblərə uyğun adam olsunlar, intellektual səviyyəli adamlar olsunlar. Ben bu yolda çok çalışmışam ve bugün de çalışıram, sonra da çalışacağım. Ömrümün axırına kadar da çalışacağım. Çünkü ben öz xalqımı çok sevirəm ve xalqımı həmişə səviyyəli görmək istəyirəm. Artıq biz umud edə bilərikmi, bizim konkret perspektivli, gələcəyinə inamla baxa biləcəyimiz siyasətçilərimiz var. Bilirsiniz, siyasetçi çoktur. Ve indi son illerde vəziyyət belə yaranıb ki, her adam siyasetçi olmak istiyor. Son illerin tecrübesi siz bunu gördünüz. Bir var ki, həqiqi siyasetçi o adamdır ki, o siyaseti bilir, dünya siyasetini bilir, elmi bilir, yani bu hukuk elmlerini bilir, siyasi elmleri bilir. Dünya siyasetini təhlil etmeye imkanı var. Hem tarihi hem muasiri ve beləliklə də siyasi fəaliyyət aparır. Ama indi son devirdə elə bir Azərbaycanda değil, bizim geçmiş Sovetlər İttifaqının başka regionlarında da meydana el adamlar çıkıplar ki, özlerini siyasetçi adlandırırlar ama siyasetin olduğunu bilmirlər. Mən isə istəyirəm ki, Azərbaycanda səriştəli, eyni zamanda mədəni, səviyyəli, intellektual səviyyəli siyasetçiler olsun.